Sənədsiz evlərin yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin ödənilməsindən danışacağıq. Sənədsiz mülk sahibləri onlara dəyən zərərin əvəzini necə ala bilərlər? Ümumiyyətlə, sənədsiz evlərin sığortalanması hüquqi təcrübədə mümkündürmü? Bu sualların cavabını əməkdaşımız Rəşad Vəkilovun süjetindən biləcəksiniz. Yanğın, daşqın, uçqun bu kimi hadisələr zamanı evlərə və mənzillərə dəymiş ziyanı dövlət kompensasiya ilə qarşılayır, sığorta şirkətləri isə müəyyən məbləğdə pul ödür. Əgər sənədlər qaydasında deyilsə, vətəndaş məcburiyyət qarşısında dəymiş ziyanı özü qarşılamalı olur. Eyni zamanda çıxarışı və sənədləri qaydasında olmayan evlərə görə, mənzillərə görə sığorta şirkətləri də, yəni evləri sığortalamaqda heç də maraqlı deyirlər. Xoşqədəm Məmmədovanın yaşadığı fərdi ev bir neçə il əvvəl ehtiyatsızlıq nəticəsində baş verən yanğın zamanı ciddi zərər görüb. Hadisə nəticəsində ev yararsız hala düşsə də, ailə dövlət tərəfindən hər hansı bir kompensasiya ala bilməyib. Səbəb isə evin rəsmi çıxarışının və sığortasının olmamasıdır. Dövlət tərəfindən isə ala bildi? Yox, heç nə. Sığortanız var? Yox. Bu tip mülk sahibləri daşqın, yanğın və digər təhlükəli risklər zamanı evlərini sığortalaya bilmədikləri üçün maddi baxımdan ciddi çətinliklərlə üzləşirlər. Rəsmi sənədlərin olmaması həm sığorta imkanlarını məhdudlaşdırır, həm də fövqəladə hallar zamanı dövlət dəstəyindən yararlanmağa mane olur. Çıxarış yoxdur, sığorta yoxdur. Bugünə qədər də ki, bizə texniki şərt veriblər ki, JEK-in xəbəri var ki, biz buradayıq. Sənəti olmamaq üçün, yəni ki, mən bir otaq ev tikmişəm, köçmüşəm o işə, ondan sonra nə artıra bilirəm, nə çoxala bilirəm, nə azala bilirəm. Sığorta məsələləri üzrə ekspert Ləman Babayeva deyir ki, qanunvericiliklə sığorta yalnız hüquqi statusu olan əmlaka tətbiq edilir. İstisna hal olaraq bəzi şirkətlər çıxarışı olmayan fərdi ev, mənzilləri müəyyən sənədlərlə də sığortaya cəlb edə bilir. Qurumun tutaq ki, MTK-nın müqaviləsi əsasında da sığortalamaq olur və ya icra hakimiyyətinin verdiyi sənəd əsasında da sığortalamaq olur. Amma bəzən cəmaət arasında belə bir söz-söhbət olur ki, işıq çeki ilə falan bunların heç biri sığorta müqaviləsi hazırlanan zaman hüquqi sənəd statusunu daşımır. Bir ara cərimə mexanizmi məsələsi aktuallaşmışdı. Bu zaman əhali arasında hər kəs öz evini sığortalamağa maraqlı oldu. Amma çox təəssüf ki, sonradan bu məsələ öz aktuallığını itirdi. Nəzərə alsaq ki, ölkəmizdə qanunvericiliyə əsasən daşınmaz əmlakın sığortalanması üçün müəyyən mexanizmlər mövcuddur. Təhlükəsizlik bir yana, bu kimi problemlərlə qarşılaşan vətəndaşlar fövqəladə hal və təbii fəlakətlər zamanı küllü miqdarda zərərə də düşürlər. Çıxarışsız əmlaklar sığortalana bilmədikləri kimi ölkədə çox sayda çıxarışlı əmlaklar var ki, əmlak sahibləri artıq öz əmlaklarını əksər hallarda sığortalamaqlardan boyun qaçırırlar. Nəzərə almaq lazımdır ki, paytaxt Bakı şəhəri üçün icbari sığortanın illik qiymət 50 manat, bölgələrdə isə bu rəqəm daha aşağıdır. Paytaxt Bakı şəhəri üçün 50 manatlıq sığorta paketində dəymiş zərərin 25 manatını sığorta şirkətləri qarşılayır və hal-hazırda Bakı daxil olmaqla ölkənin böyük şəhərlərindəki daşınmaz əmlakların böyük bir hissələri kirayə vermək üçün əldə olunub ki, daha çox sığorta hadisələri kirayə verilən mənzillərdə baş verir. Bu da vətəndaşların, xüsusən də kirayə qalan vətəndaşların məsuliyyətsiz ucbatına hər hansı bir su basma, qaz sızması zamanı partlayışlar olur. O baxımdan əmlak sahibləri öz əmlaklarını sığortalayarlarsa, gələcəkdə həmin əmlakla bağlı hər hansısa bir hadisə baş verərsə, artıq dəymiş zərər mənzil sahibləri tərəfindən deyil, sığorta şirkətləri tərəfindən qarşılana bilər. Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə 500 minə yaxın sənədsiz ev mövcuddur. Son illər isə sənədsiz evlərin hüquqi qeydiyyata alınması istiqamətində dövlət tərəfindən bir sıra təşəbbüslər irəli sürülüb və konkret addımlar atılıb. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.